Biz hal-hazırda Mina Təmizləmə Agentliyi tərəfindən icra edilən layihənin sahəsindəyik. Eyvaz-Xanbəyli Başqərvənd qaz xəttinin layihəsi bu ərazidən keçir. Eni 14 metr, uzunluğu 6 kilometr olan bir layihədir. Keçmiş təmas xəttinin ərazisindən keçir. Minalarla həddindən artıq çirklənmiş bir ərazidir. Bu, əhalinin köçünü nəzərə alaraq çox mühüm bir layihədir. Çünki insanlar köçdükcə onların sözsüz ki, qaz təminatı da olmalıdır və sözsüz ki, bu prioritet layihələrdən biridir. 2020-ci ilin noyabrından bugünə qədər Ağdam rayonunun ərazisində 43 min hektardan çox ərazi mina və partlanmış hərbi sursatlardan təmizlənmişdir.